Herkese bugünkü mövzumuz iqlim və iqlim qurşaqlarıdır. Videonu sona qədər diqqətlə izləsəz, həm bu mövzunu tam mənimsəmiş olacaqsınız, həm də qəbula bir sualınız hazır olacaq. Əvvəlcə deyək, iqlim nədir? İqlim və havanın əsas fərqi odur ki, hava tez-tez dəyişir. Məsələn, bayaq qar yağırdı, birazdan günəş çıxa bilər, amma iqlim isə meteoroloji elementlərin çox illik təkrarlanma rejiminə deyilir və iqlimi yaradan əsas amillər bu dairənin içərisində verilənlərdir. Coğrafi enlikdir, hava axınlarıdır və səth örtüyüdür. Coğrafi enlik nəyə görə əsas rol oynayır? Çünki ekvatordan qütblərə doğru bilirsiniz ki, yer kürə şəklində olduğuna, günəş ətrafında dövr etdiyinə və meyilli olduğuna görə ekvatordan qütblərə doğru günəş şüalarının düşmə bucağı dəyişir və nəticə etibarilə temperatur dəyişir, bunun da təzyiqin dəyişməsinə səbəb olur, yağıntı dəyişir, yəni coğrafi enlik çox mühüm bir rol oynayır. Həmçinin hava axınları var. Atmosferin ümumi sirkulyasiyasında iştirak edən hava axınları, yəni hava kütlələri mühüm rol oynayır, daimi küləklər, mussonlar mühüm rol oynayır, yerli küləklərin də əhəmiyyəti var. Səth örtüyü bəs əhəmiyyəti nədir? Bu da yəni quru sahəsi olması və yaxud da okean su üzərində olması da iqlim yaradan əsas amillərdəndir. Bir sıra başqa digər amillər də təsir edir. Məsələn, okean cərəyanları. İsti okean cərəyanları olan yerdə isti hava suyu buxarlandırır. Nəticə etibarilə isti rütubətli hava şəraiti yaranır. Yəni rütubətli olur. Soyuq okean cərəyanları olan yerdə isə soyuq hava belə suyu çox buxarlandıra bilmir. Nəticə etibarilə bulud yaranmır və daha kontinental quraq ərazi formalaşır. Adətən soyuq cərəyanlar səhraların yaranmasında mühüm rol oynayır. Həmçinin relyef şəraiti, daha sonra yamacın ekspozisiyası, yəni hansı istiqamətə meyilli olması və mütləq hündürlük də əsas təsir edən amillərdəndir. Əsas deyəndə yəni digər təsir edən amillərdəndir. Əsas amma coğrafi enlik, hava axını və səth örtüyüdür. Bu Alisovun təsnifatıdır. Alisov yeri 13 iqlim qurşağına ayırırdı. 7 əsas, 6 keçid iqlim qurşağı var. Hava kütlələri və temperatur xüsusiyyətlərinə görə ayrılıb. Bir ekvatorial hava kütləsi, şimal tropik, cənub tropik, şimal mülayim, cənub mülayim, şimalda arktik, cənubda isə antarktik iqlim qurşaqları əsas iqlim qurşaqlarıdır. Keçid iqlim qurşaqları isə sublardır. Harda sub görsəz bilin ki, bu keçid iqlim qurşağıdır və əsas iqlim qurşaqlarının əsas xüsusiyyəti odur ki, bunların hava kütlələri var. Biz onsuz da hava kütlələri dərsindən keçmişdik. Ekvatorial hava kütləsi, tropik, mülayim, arktik və antarktik hava kütlələri var idi. Hansı ki, elə bu iqlim qurşaqlarında da il boyu həmin hava kütlələri təsir edir. Amma subekvatorialın, yəni subların daha doğrusu öz hava kütlələri olmadığına görə və bunlar əsas iqlim qurşaqlarının aralarında yerləşdiyinə görə əsas iqlim qurşağında olan hava kütlələri keçid iqlim qurşaqlarının formalaşmasına mühüm rol oynayır. Baxın, ekvatordan qütblərə doğru günəş şüaları necə düşür? Deməli, yayda günəş ekvatordan şimala doğru gəlir, düzdür? Özü ilə birlikdə ekvatordan şimala doğru hava kütlələrini gətirir. Ona görə də ekvatorial enliklərdə dedik əsas iqlim qurşağıdır və il boyu isti və rütubətli ekvatorial hava kütlələri hakimdir. Subekvatorialın isə, yəni subların özünün hava kütləsi yoxdur. Ona görə də yayda günəş şimala doğru gəlir və hava kütlələrinin özü ilə birlikdə şimala aparır. Deməli, subekvatoriala yayda ekvatorial hava kütləsi gəlir. Ona görə də yağıntılıdır. Tropikdə il boyu quru tropik hava kütlələri hakimdir. Daha sonra yəni əsas hava kütləsi, əsas iqlim qurşağıdır. Yenə keçidli subtropik. Subtropikin öz hava kütləsi yoxdur. Yayda şimala doğru gedir hava kütlələri. Ona görə tropik hava kütləsi gəlir. Subtropikə və burada görürsüz buludun üzərinə X qoyub, yəni yağıntı yoxdur. Çünki tropik hava kütlələri isti, quru idi. Daha sonra mülayim, elə il boyu mülayim hava kütlələridir. Subarktikin də subdur, öz hava kütləsi yoxdur. Ona görə də yayda mülayim hava kütləsi gəlir. Ona görə də yağıntılı olur. Temperatur bir qədər artır. Qışda isə indi keçirik bu tərəfə. Qışda günəş cənuba doğru gedir də, düzdür? Cənuba doğru gedirsə, deməli özü ilə birlikdə hava kütlələrini cənuba, aşağıya doğru aparır. İndi baxıram. Arktik iqlim qurşağı il boyu soyuqdur, dəniz üzəri rütubətli, quru üzəri kontinentaldır. Yəni bu il boyu hava kütləsi var. Amma subarktikin öz hava kütləsi yoxdur. Ona görə də buna demişdik yayda mülayim gəlmişdi və rütubətli hava şəraiti yaratmışdı. Qışda isə şimaldan arktik gəlir. Arktik hava kütləsi gəldiyinə görə soyuq və quru olur. Mülayim elə il boyu demişdik mülayimdir. Subtropikin öz hava kütləsi yox idi. Ona görə də yayda tropik gəlib quru isti hava şəraiti yaratmışdı. Subtropikə qışda isə mülayim hava kütləsi gəlir və nəticə etibarilə temperatur bir qədər aşağı düşür və yağıntı düşür, yağış yağır. Tropik il boyu demişdik, tropikdir. Subekvatorialın da özünün hava kütləsi yox idi. Ona görə yayda ekvatorial gəlmişdi. Qışda isə yuxarıdan tropik hava kütləsi gəlir. Ona görə də daha quru kontinental iqlim şəraiti yaranır. Bu hava kütlələrinin hərəkətinə görə əsas və keçid iqlim qurşaqlarının paylanması idi. İndi baxaq xəritə üzərində.
Baxın, ekvatorial iqlim qurşağı. Ekvatorial iqlim qurşağı il boyu isti və rütubətlidir. Yağıntının miqdarı 200 millimetrdən çoxdur. Fəsil dəyişkənlik yoxdur. Ona görə də baxın, elə il boyu temperatur demək olar ki, eyni gedir. 25-28 dərəcə Selsi arasında dəyişir və yağıntının miqdarı da il boyu demək olar bərabər paylanıb və çoxdur. 2000 millimetrdən daha çoxdur. Deməli, burada fəsil yoxdur, səpələnən radiasiyadır, cəngəlliklər yaranır, sıx meşə örtüyü yaranır. Daha sonra, yəni humid ərazidir, ifrat rütubətlənmiş ərazidir. Və ekvatorial iqlim qurşağı hansı ərazilərdədir? Baxın, ekvatorial iqlim qurşağı tam bir zolaq əmələ gətirmir. Cənubi Amerikada tam bir zolaq əmələ gətirmədi, bax burada kəsildi. Afrikada da tam bir zolaq əmələ gətirmir, bu hissəyə qədərdir. Amazon adalarında, bu hissədə isə zolaq şəklində uzanır. Deməli, ekvatorial hava kütlələri daha doğrusu ekvatorial enliklərdə, iqlim qurşağında, ekvatorial iqlim qurşağında daim ekvatorial hava kütlələri hakim oldu və tam zolaq əmələ gətirmir. Hansı ərazilərdə yayılıb baxaq. Baxın, Amazon ovalığının bir hissəsi, həmçinin Ant dağlarının bir hissəsi, deməli, ekvatorial iqlim qurşağında yerləşir. Daha sonra Afrikada Konqo hissəsi və Qvineya körfəzi sahilləri, Avrasiyada isə cənubunda Şri-Lanka adasının cənubu, Malakka yarımadasının cənub hissəsi, Sumatra adası, Kalimantan, Sulawesi adası, Yeni Qvineya adasının şimal hissəsi və Filippin adasının cənubunda olan Mindanao adası, Yavanın da şimal hissəsi ekvatorial iqlim qurşağında yerləşir. Hansı ərazidə yerləşdiyini və baxın bu temperatur və yağıntı göstəricilərini bilmək vacibdir. Ekvatorial iqlim qurşağından sonra, deməli, keçirik biz subekvatorial iqlim qurşağına. Subdur, keçiddir, öz hava kütləsi yoxdur. Ona görə də yayda ekvatorial hava kütləsi təsir eləyir. Yəni yayda yağıntı düşür. Baxın bu diaqramına. Burada sol tərəfdə yağıntının millimetrlə miqdarıdır, sağ tərəfdə temperaturun dərəcə Selsi ilə göstəricisidir. Aşağıda isə aylar verilib. Bu YMM, bunlar isə yanvardır, maydır, martdır. Yəni ayların baş hərfləridir. Baxın, iyun, iyul, avqust ayları şimalda yaydır da, düzdür? Baxın, yayda yağıntının miqdarı daha çox düşüb. Deməli, yayda ekvatorial hava kütləsi gəldiyinə görə subekvatoriala, yayda ekvatorial gəlir, ona görə də yağıntı boldur. Amma qışda tropik gəlir, ona görə də baxın, qışda yağıntısı çox azdır. Daha sonra, bu bəzən belə də verilə bilər, bir qədər belə diaqram olaraq verilə bilər qrafikdə. Bu da nəyi göstərir? Temperaturun xəttidir bu. Görürsüz, temperatur fərqi subekvatorialda o qədər də çox olmur, çünki yayda ekvatorial da istidir, qışda da tropik gəlir, o da istidir. Əsas yağıntıya görə ayırd eləyəcəksiniz. 20-25 dərəcə Selsi aralığında olur. Cənub subekvatorialda isə cənubun yay ayları hansı aylardır? Dekabr, yanvar, fevral. Həmin aylarda baxın yağıntının miqdarı daha çoxdur. Amma qış aylarında cənubun qışı iyun, iyul, avqust aylarında yağıntının miqdarı azdır. Bu xətti də hardan biləcəksiniz? Şimaldır, cənubdur. Əgər xətt aşağıya doğru, cənuba doğru gəlibsə, cənub yarımkürəsinindir. Temperaturu göstərən xətt yuxarıya doğrudursa, deməli şimal yarımkürəsinindir. Çünki şimalda iyun, iyul, avqust ayları yay aylardır. Təbii ki, temperatur bir qədər artar. Cənubda da iyun, iyul, avqust ayları qış aylardır. Ona görə temperatur bir qədər aşağı düşər. İndi görək subekvatorial hansı ərazilərdə yayılıb. Xəritəyə baxın. Ekvatordan şimalda Panama bərzəxi var burada. Deməli, Şimali Amerikada ekvatorial iqlim qurşağı olmadı, amma subekvatorial var. Panama bərzəxində, bax bu hissədə Marieta burnu elə Şimali Amerikanın cənub ucqar nöqtəsində bura düşür. Panama bərzəxidir. Daha sonra bu hissədə Gviana yaylası, Orinoco ovalığı, Amazon ovalığının bir hissəsi, hələ ki şimal subekvatorial deyirəm, Seneqal ovalığıdır, Çad hövzəsidir. Bu hissədə Efiopiya yaylası, Somali yarımadası, Hindistan yarımadası, Şri-Lankanın şimalı, Hindçin yarımadası, Böyük Çin düzənliyi, daha sonra Malakka yarımadasının şimal hissəsi, Filippin adalarının Filippinin şimal adası olan Luson adası şimal subekvatorialda yerləşir. Cənub subekvatorialda isə Braziliya yaylası, daha sonra bu hissədə Şərqi Afrika yaylası, Madaqaskarın şimal hissəsi, daha sonra Avstraliyanın şimal hissəsi, Yava adasının cənubu, Yeni Qvineya adasının cənubu, Arnhem və deməli Cape York yarımadaları da cənub subekvatorialda yerləşir. Dedik ki, yayda ekvatorial hava kütləsi gəldiyinə görə yağıntılıdır, qışda tropik gəldiyinə görə yağıntısı azdır, temperaturu il boyu yüksəkdir, 20-25 dərəcə Selsi aralığındadır. Daha sonra gəlir tropik iqlim qurşağı. Tropik iqlim qurşağı isə
2 tipə ayrılır, və yaxud da 2 iqlim vilayətinə ayrılır. Dəniz, okean üzərində yaranan hissəsi tropik dənizdir və yaxud da rütubətli tropikdir. Quru üzərində yaranan hissəsi isə kontinental tropikdir. Baxın, əvvəlcə kontinental tropiki deyək, şimalda və cənubda hansı ərazilərdədir? İqlim diaqramında əslində bunu ayırd etmək çox asandır. Çünki yağıntı sıfıra bərabər demək olar. Yəni yağıntısı çox azdırsa, temperaturu da 15, 35, 30-35 aralığı da ola bilər yuxarısı. Axır ki, yəni 30-dan daha yüksək olur adətən. 30-dan yüksək verilir, aşağısı isə 15-dən bir qədər aşağı verilə bilər, amma 15 civarı. Bu xəttlər içərisindədirsə, deməli bu tropik iqlim qurşağının diaqramıdır, özü də kontinental tropikdir. Şimalda baxın, yenə orta hissəsi yuxarıdırsa, deməli şimal yarımkürəsidir, orta hissəsi aşağıdırsa, deməli cənub yarımkürəsidir, amma eyni iqlim diaqramıdır. Yəni hər ikisi tropik səhradır. Yağıntının az olması və temperaturun 15-35 və yaxud da 30 aralığında olmasından biləcəksiniz. Görək indi hansı ərazilərdə yayılıb. Baxın, subekvatorialdan yuxarıda dedik tropikdir, düzdür? İndi şimal tropiki deyirik. Şimalda kontinental, yəni quru tropik hansı ərazilərdədir? Kontinental tropik bax Kaliforniya yarımadasıdır. Daha sonra keçək bu yana. Burada Kanar adasıdır. Həmçinin Böyük Səhra, Liviya səhrası, Nubiya səhrası, Ərəbistan yarımadası. Burada deməli Ərəbistan yarımadasında Rubəlxali səhrası, Böyük Nəfud, Kiçik Nəfud, Mesopotamiya ovalığı, İran yaylasının cənubu Tar səhrası. Deməli düz Tar səhrasına qədər tropik iqlim qurşağının kontinental tipi gəlir. Kontinental tropikdir. Bu hissədə isə kəsilir. Deməli, Avrasiyada tropik iqlim qurşağı tam bir zolaq əmələ gətirə bilmir. Çünki cənubdan muson küləkləri təsir eləyir və nəticə etibarilə burada subekvatorial iqlim qurşağı formalaşmış olur və tropik iqlim qurşağı kəsilir. Deməli, tam zolaq əmələ gətirmir Avrasiyada. Daha sonra cənubda kontinental tropik hardadır? Qalapagos adaları, ekvator kəssə də kontinental tropikdədir. Daha sonra Atakama səhrası var burada. Afrikanın qərbində Namib səhrası, Avstraliyanın qərbində isə Qərbi Avstraliya, Böyük Qumlu, Böyük Viktoriya, Simpson səhraları yerləşir. Adətən bu nəyə görə tropik iqlim qurşağının qərb hissəsində səhralar və ya da kontinental tipdir? Çünki soyuq okean cərəyanları təsir eləyir. Şərq hissəsi nəyə görə rütubətlidir? Çünki orada isti cərəyanlar, həmçinin pasta küləkləri təsir eləyir. Baxın, materikin şərq hissələrində, Şimali Amerikanın şərqində, baxın, bu isə Meksika yaylasıdır, həmçinin Yucatan yarımadasıdır, Florida yarımadasının cənubudur, Kuba, Yamayka, Haiti adalarıdır, Baham adalarıdır. Baxın, bu tərəfdə, bu hissədə Havay adalarıdır. Bunlar hamısı yerləşir dəniz tropik iqlim qurşağında, iqlim tipində. Deməli, tropik iqlimin dəniz tipindədir. Daha sonra cənubda isə Braziliyanın şərqi hissəsidir, Afrikanın şərqi, Madaqaskarın cənubu və Böyük su ayrıcı dağlar Avstraliyada şərq hissəsi yerləşir tropik iqlim qurşağının dəniz iqlim tipində. Şərq hissədə dedik ki, isti cərəyanlar və passatlar kömək eləyir bunun rütubətli olmasına. Diaqramlara baxaq bunun. Baxın, tropik dənizin diaqramı necədir? Burada yağıntının miqdarı çox olmalıdır. Çünki okean üzərində demişdik ki, ən çox buxarlanma elə tropikin okeanın üzərində gedirdi. Daha sonra temperatur da 20-30 dərəcə Selsi aralığında dəyişir. Buradan da videonu saxlayıb baxa bilərsiniz. Daha sonra keçirik subtropik iqlim qurşağına. Subtropik iqlim qurşağının ən əsas, ən çox qəbula düşən tipi Aralıq dənizi iqlim tipidir. Mütləq şəkildə, yəni bunu əzbər bilməlisiniz. Baxın, temperaturu göstərən xətt üzü yuxarıdır ya şimaldır,sa deməli şimala doğrudursa, deməli bu şimal yarımkürəsindədir və yağıntı yanvar, dekabr aylarında, deməli qış aylarındadır. Subtropikin Aralıq dənizi iqlim tipində temperatur mənfiyə düşmür, 15-25 aralığındadır və 15-25 dərəcə Selsi, yağıntı isə ilin qış dövründə, yəni soyuq vaxtlarında düşür. Baxaq görək bu hansı ərazilərdə yayılıb. Subtropikin Aralıq dənizi iqlim tipi ABŞ-ın qərb hissəsində, baxın burada, ümumiyyətlə materiklərin qərbindədir. Aralıq dənizi ətrafı ərazilər, yəni Piriney, Apenin, Balkan yarımadaları, Kiçik Asiya yarımadası, Krit, Kipr, Balear adalarıdır, Afrikanın şimal hissəsidir. Cənubda hardadır? Materiklərin cənub-qərbində, Cənubi Amerikanın qərbində, baxın bu hissədə, sonra İynəburnu Afrikanın cənub çıxar nöqtəsi burada yerləşir, Afrikanın cənub-qərbi və Avstraliyanın cənub-qərbində Aralıq dənizi iqlim tipi var. Xüsusiyyəti nə oldu? Yağıntısı qışda düşür, temperaturu da deməli dedik ki, 15-25 dərəcə Selsi aralığındadır. Əsas yağıntının qışda düşməsinə görə bunu biləcəksiniz.
Daha sonra subtropik həm də demişdik ki, keçid idi. Öz hava kütləsi yoxdur. Ona görə yayda tropik gəlir, quru olur, baxın. Amma qışda isə mülayim hava kütləsi gəldiyinə görə yağış var. Daha sonra keçirik subtropikin musson tipinə baxın. Subtropikin mussonunda temperatur mənfiyə düşmür. Eyni şeyi, yəni bunu mülayim üçün də deyəcəyik, amma mülayimin mussonunda temperatur mənfiyə düşəcək. Subtropikin mussonunda isə baxın mənfiyə düşmür, müsbətdir. Yağıntı isə təbii ki, mussonda nə vaxt düşürdü? Yay aylarında. Deməli, mussonda yağıntı düşür yayda, temperaturu da subtropik mussonda mənfiyə düşmədi və hansı ərazilərdədir? Baxın, musson ümumiyyətlə Cənub yarımkürəsində yoxdur, yalnız şimaldadır. Şimali Amerikanın şərqi, Florida yarımadasının şimalı, Atlantik sahili ovalıqda və Avrasiyanın şərqində. Burada Hönş adası var, onun cənub hissəsi, daha sonra Küs adası, Korey yarımadasının cənubu, Rük adaları. Bu ərazilər deməli yerləşdi subtropikin mussonunda. Dedik ki, subtropikin mussonu yalnız şimaldadır, cənubda yoxdur. Bəs cənubda onu əvəz eləyən bir şey olmalıdır? Təbii ki də var. Bu da subtropikin bərabər rütubətli dəniz tipidir. Bərabər rütubətlənən deməli, subtropikin bərabər rütubətlənən tipi yalnız Cənub yarımkürəsindədir. Baxın, cənubdadır. Deməli, iyun-iyul avqust ayları qışdır ki, temperatur aşağı düşür. Demək olar ki, yağıntısı bərabər paylanır. Bəs hansı ərazilərdədir? Baxın, Cənubi Amerikanın cənub-şərqi, Afrikanın cənub-şərqi və Avstraliyanın cənub-şərqində var. Deməli, materiklərin qərbində oldu Aralıq dənizi, şimalda, şərqində oldu subtropikin mussonu, cənubda isə materiklərin qərbində oldu yenə Aralıq dənizi, cənub-şərqində oldu bərabər rütubətlənən subtropik. Bəs bunun kontinentalı hardadır? Subtropikin kontinental tipi də var. Baxın, materikin mərkəz hissələridir. Missisipi ovalığıdır, daha sonra böyük düzənliklərin cənub hissəsidir burada. Daha sonra Asiyada isə İran yaylasının şimalıdır, Xəzərin cənubu, Qaraqum səhrası var burada. Daha sonra Tibet yaylasıdır, Təşəməkan səhrasıdır. Bunlar subtropikin kontinentalında yerləşir. Cənubda isə subtropikin kontinentalı, baxın bu hissədədir, Patagoniya yaylası tərəfə düşür. Daha sonra deməli, subtropikin kontinental burada əsas Laplato balığının cənub hissələrinə düşür. Afrikada yoxdur, Avstraliyada isə Nallarvur düzənliyi tərəf bura aiddir. Daha sonra keçən bir dəqiqə bunun diaqramına baxaq. Baxın, subtropikin kontinentalı -5 -25 aralığındadır. Kontinental daha kəskin bir ifadədir, daha belə kəskin bir iqlim şəraiti olmalıdır. Ona görə mənfiyə düşür. -5 -25 aralığındadır. Daha sonra isə deməli baxaq bütün iqlim diaqramlarını dedik. Aralıq dənizi, kontinental subtropik musson. Bu da cənubda olanlardır. Cənubun Aralıq dənizinə baxın bir dənə diaqramına. Cənubun Aralıq dənizində yağıntılar iyun-iyul avqust aylarındadır. Niyə? Çünki cənubun qışı iyun-iyul avqust aylarında ona görə. Sonra gəlirik mülayim iqlim qurşağına. Mülayim iqlim qurşağı daxilində ayrılır mülayim dəniz. Materiklərin mülayim iqlim qurşağı ümumiyyətlə bir zolaq şəklində uzanır və materikin qərbində mülayim dəniz, bir qədər daxilində mülayim kontinental, mərkəz hissəsində kontinental, şərq hissəsində isə mülayim musson yayılıb. Bu bir dənə mülayim musson yalnız Avrasiyanın şərqinə aiddir. İndi keçək daha detallı baxaq. Baxın, mülayim dəniz. Mülayim dənizdə heç vaxt temperatur mənfiyə düşmür. Bunun əsas məqamı budur. Və deyək, püf məqamı budur ki, mülayim dəniz heç vaxt mənfiyə düşmür. 5-15 dərəcə Selsi arasındadır. 931 yazısını gördünüz, bilin ki, mülayim dənizdir. Əsas da Londondur. Görün indi mülayim dəniz hansı ərazilərdə yayılıb. Mülayim dəniz baxın, Alyaska yarımadası, ştat demirəm, Alyaska yarımadası, Kanadanın qərbi, daha sonra mülayim dəniz dediyim materiklərin qərbindədir də. Bu hissədə İrlandiya yarımadasıdır. İrlandiya adası, Böyük Britaniya adası, Skandinav yarımadasının qərb sahilləridir. Bu hissədə Jutlandiya yarımadası var, hansı ki Danimarka orada yerləşir. Onun paytaxtı isə Zelandiya adasındadır. Daha sonra Britaniya yarımadası. Bax bu ərazilər mərkəzi Avropanın qərb hissələri də yerləşir mülayim dənizdə. Həmçinin bu tərəfdə isə Kamçatka yarımadası, Alyot adaları, bunlar da yerləşir mülayim dənizdə. Mülayim dənizdə idi temperatur mənfiyə düşmür və baxın 5-15 dərəcə Selsi arasında dəyişir. 931 yazısı ilə biləcəksiniz. Daha sonra keçirik mülayim kontinentala. Mülayim kontinentalda isə bir qədər mənfiyə düşür. Hardasa -5. Müsbət 15 aralığı olur və 604 ilə biləcəksiniz. Moskvanı da yadda saxlayın. Mülayim kontinental bir qədər içərilərə doğru giririk. Məsələn, baxın bura böyük düzənliklərin bu şimal hissələridir. Daha sonra Skandinav yarımadasının şərq hissəsidir. Həmçinin
Baxın, bu Botnik körfəzi, Baltik dənizi ətrafı, daha sonra Şərqi Avropa düzənliyidir. Daha sonra düz Ural dağlarına qədər olan hissə, Ön Qafqazdır, Xəzər sahili ovalıqdır. Bu ərazilər düz Ural dağlarına qədər olan hissə mülayim kontinentaldır. Yəni temperatur bir qədər mənfiyə düşür. 604 yağıntı ilə yadda saxlayacaqsınız. Daha sonra İndi keçək cənubuna baxaq. Cənubda mülayim dəniz hardadır? Pataqoniyanın bu qərb hissəsi Cənubi Amerikanın qərbindədir mülayim dəniz. Afrikada ümumiyyətlə mülayim yoxdur. Avstraliyanın özündə yoxdur. Tasmaniya adasının cənubunda var. Bir də Yeni Zelandiya adasının cənub hissəsində deməli mülayim dəniz iqlim tipi var. Daha sonra nəyə baxırdıq? Mülayim kontinentalın cənubuna baxaq. Mülayim kontinental hardadır cənubda? Deməli, mülayim kontinental bir qədər bax bu hissədə var. Argentina hissəsində, Cənubi Amerikanın bu şərq hissəsində, Antarktida yarımadasında var. Antarktidanın Antarktida yarımadası var burada, həmin hissədədir. Mülayim kontinental bu qədər. Daha sonra keçirik kontinental, yəni kəskin kontinental. Kəskin kontinental isə mülayimin kəskin kontinentalı, yəni Sibiri belə deyək. Bu cənub yarımkürəsində yoxdur. Yalnız şimaldadır. Və hardadır? Şimalda mərkəzi düzənliklər var, böyük göllər var orada. Yuxarı Michigan, Huron, Erie, Ontario. Bax o göllər ətrafı. Daha sonra böyük düzənliklərin bir hissəsi burada yerləşir. Avrasiyada isə Qərbi Sibirdir, Orta Sibirdir, Anabar yaylasıdır, Aldan, Patom yaylalarıdır. Bu ərazilər yerləşir. Qərbi Sibir, Orta Sibir, deməli mülayimin kəskin kontinentalında, həmçinin Qızılqum səhrası da burdadır. Daha sonra bu da getdi. Kəskin kontinentalın diaqramına baxın, qrafikinə. Bu iqlim qrafikini görürsüz, -15, hətta -20-yə qədər, -20, -20 aralığında 341 yazısı iləndir. Yağıntı əsas bir qədər yayda düşür. Daha sonra nəyə baxırıq? Cənubda dedik ki, kəskin kontinentalı yoxdur mülayimin. Və mülayim musson. Mülayim musson isə yalnız və yalnız Avrasiyanın şərqində var. Hansı ərazilərdədir? Avrasiyanın şərqində baxın, bu Kore yarımadasının şimal hissəsidir, Hokkaydo adasıdır. Saxalin adasını mütləq şəkildə öyrənin. Həm bunun şəkli düşür, yəni görünüşü, həm də hansı iqlim qurşağında olması mülayim mussondadır. Honshu adasının şimalı, Hokkaydo adası yerləşir mülayim mussonunda və bunun diaqramına baxın, mənfiyə düşür. -5, -25 aralığındadır. Subtropiki mussonda da eyni şəkildə yayda yağıntı düşürdü. Çünki mussonda yağış yayda yağır. Amma fərqi o idi ki, mussonda, subtropik mussonda temperatur mənfiyə düşmürdü. Amma mülayim mussonda mənfiyə düşür. Daha sonra mülayimlə də bitdi işimiz. Keçirik. Baxın. Buradan videonu saxlayıb bu əraziləri öyrənə bilərsiniz. Keçirik subarktik iqlim qurşağına. Öz hava kütləsi yoxdur. Ona görə də yayda deməli mülayim, qışda isə arktik hava kütlələrinin təsirinə məruz qalır. Ona görə də yayda bir qədər yağıntısı artıb. Baxın. Temperatur da yayda bir qədər müsbət 10 dərəcə Selsiyə qədər çıxıb. Amma qışda arktik hava kütləsi gəldiyinə görə -30 dərəcə Selsiyə qədər də şaxtası olur. İndi görək subarktik iqlim qurşağı hansı ərazilərdədir? Subarktik iqlim qurşağı bu açıq mavi olan yerlərdir. Alyaska ştatıdır ABŞ-ın. Həmçinin Kanadanın şimalında baxın bu hissədə böyük ay, böyük çölə gölləri var. Hudson ətrafıdır. Labrador yarımadasının şimal hissəsidir. Baffin torpağının cənub hissəsidir. Daha sonra Qrenlandiyanın cənubudur. İslandiyada da bütünlükdə subarktik iqlim qurşağında yerləşir. Və sual ola bilər ki, necə İslandiyada insanlar yaşayır? Çünki burada keçən isti cərəyan var. O buranın iqlimini xeyli yumşaldır. Həm də belə baxa bilərsiniz ki, baxın, subarktik burada görün necə geniş yer tutur, amma Avropada daha nazik, daha az yer tutur. Çünki isti cərəyan buranın iqlimini yumşaldır. Daha subarktikin şimaldan keçməsinə təsir eləyir. Skandinaviyanın şimal hissəsidir, Kola yarımadasının şimalıdır, Yeni Torpaq adasının cənubudur, Yamal yarımadasının cənubudur, Taymırın cənubu, daha sonra Çukot yarımadasının cənub hissələri yerləşir subarktik iqlim qurşağında. Bir dəqiqə. Aha. İndi isə baxaq arktik iqlim qurşağı hardadır? Arktik elə Şimal Buzlu okeanın ətrafını, Antarktik iqlim qurşağı isə Antarktidanın ətrafını əhatə eləyir. Baxın, arktik iqlim qurşağında heç olmasa yayda 500 dərəcəyə qədər istiliyi olur, amma Antarktik iqlim qurşağı isə heç sıfırdan yuxarıya doğru çıxmır. Niyə? Çünki Antarktidanın üzərində, yəni quru buzlaqlar təsir eləyir. Həm böyük qurudur, həm də qalın buz təbəqəsi var. Ona görə də Antarktik iqlim qurşağında ümumiyyətlə temperatur heç sıfırdan yuxarıya çıxmır. Və görək hansı ərazilərdir Arktik Antarktikdə. Baxın, Kanada Arktik arxipelagında yerləşən adalardır. Esmirdir, Devondur, Banksdır və s. Baffin torpağının şimal hissəsi, Qrenlandiyanın şimalı,
Daha sonra Yeni Torpaq Adasının şimalı, burada, Yamal, Taymır, Çukot yarımadaları, Qıdan yarımadalarının, şimal hissələridir. Novosibir, daha sonra şimal torpağı, Severniya, Zemlya, Vrangel adaları hamısı Arktik iqlim kuşağında yerləşir. Antarktik iqlim isə elə Antarktida ətrafını əhatə eləyir. Bu qədər. Ümid edirəm ki, video sizə faydalı oldu.